Salam, mən tarix müəllimi Bəhruz Baba. Bugünkü mövzumuz ümumi tarixdən qədim Yunanistan mövzusudur. Dünyanın ən qədim tarixə malik ölkələrindən biri də heç şübhəsiz ki, Yunanistandır. Yunanistan Avropada Balkan yarımadasının cənubunda yerləşir. Yunanistan Aralıq, İon və Egey dənizləri ilə əhatə olunub. Yunanistanın Aralıq, İon və Egey dənizləri ilə əhatə olunması onun inkişafına da müsbət təsir göstərmişdir. Yunanistan sahilləri çox girintili, çıxıntılıdır. Bu da ticarət əlaqələrinin inkişafına səbəb olmuşdur. Yunanistan əhalisi əkinçilik, maldarlıq və balıqçılıqla məşğul olmuşdur. Coğrafi mövqeyinə görə Yunanistan 3 hissəyə ayrılır. Hansı hissələrdən ibarətdir? Şimali Yunanistan, Orta Yunanistan, bir də Cənubi Yunanistan hissələrindən ibarətdir. Şimali Yunanistanla Orta Yunanistanı bir-birindən Fermopil keçidi ayırır. Fermopil keçidi bir-birindən ayrılır. Həmçinin Orta Yunanistanda Attika vilayəti yerləşir. Və Attika vilayəti Orta Yunanistanda yerləşir. Cənubi Yunanistan isə Peloponnes adlandırılır. Peloponnes adlandırılır. Avropada ilk sinifli cəmiyyət və dövlət Yunanistanda yaxınlığında Kirit adasında meydana gəlmişdir. Nə vaxt meydana gəlib? Eradan əvvəl 3-cü minilliyin birinci yarısında Yunanistanın ən böyük adası olan Kirit adasında meydana gəlmişdilər. Kiritlilər öz dövrlərinə görə yaxşı gəmilər inşa edə bilmişdilər. Burada ona görə də gəmiçilik yüksək səviyyədə inkişaf etmişdi. Qədim Kiritlilər şərq mədəniyyətinin təsirinə məruz qalmışdı. Burada həmçinin Kiritlilər saraylar inşa edə bilirdilər. Kritlilərin özlərinə məxsus yazıları da olmuşdu. Həmçinin Kiritlilər bir sıra ölkələrlə ticarət əlaqələrinə də malik olmuşdular. Hansı ölkələrlə ticarət əlaqələrinə malik olmuşdular? Cənubi Yunanistanla, Misirlə, Finikiya və Babillə ticarət əlaqələrinə malik olmuşdular. Eradan əvvəl 2-ci minilliyin ortalarına yaxın Kirit adasında vulkan püskürməsi baş vermişdi. Kirit adasına yaxın baş verən vulkan püskürməsi nəticəsində Kirit mədəniyyəti məhv olmuşdu. Eradan əvvəl 2-ci minilliyin ortalarında Yunanistanda yaranan mədəniyyətlərdən biri də Mikena mədəniyyəti olmuşdu. Mikena mədəniyyətinin əsası Yunan tayfaları tərəfindən Mikena mədəniyyətinin əsası qoyulub, Dori tayfaları tərəfindən isə Mikena mədəniyyətinin varlığına son qoyulmuşdu. Mikenalılar Kritlilərdən çox şey öyrənmişdilər. Bunların da Kritlilər kimi özlərinə məxsus yazı sistemi olmuşdu. Bunlar hündür təpə üzərində Akropol inşa edə bilirdilər. Akropol nə deməkdir? Akropol sözünün mənası yuxarı şəhər deməkdir. Akropol sözünün mənası yuxarı şəhər deməkdir. Eradan əvvəl 2-ci minilliyin sonlarında Dori tayfalarının yürüyüşü nəticəsində Mikena mədəniyyətinin varlığına son qoyulmuşdu. Eradan əvvəl 2-ci minilliyin sonlarında, konkret olaraq 12-ci əsrdə. Yunan polislərinin yaranması. Polislər nə deməkdir? Yəni Yunan şəhərlərinin yaranması. Yunanistanda polislərin, yəni şəhərlərin yaranması, şəhər dövlətlərinin yaranması eradan əvvəl 8-ci əsrə təsadüf edir. Bu dövrdə Yunanistanda əsasən iki mühüm böyük şəhər dövləti yaranmışdı. Bunlar hansı şəhər dövlətləri idi? Bu şəhər dövlətlərindən biri Afina, digəri isə Sparta olmuşdu. Böyük şəhər dövlətləri içərisində. Hər bir Yunan polisində Akropol vardı. Akropol biraz əvvəl də dedi, yuxarı şəhərdir. Həmçinin hər bir Yunan şəhər dövlətində Agora da vardı. Agora nə deməkdir? Agora isə bazar meydanı deməkdir. Hər bir Yunan şəhər dövlətində Agora vardı. Agora nədir? Bazar meydanı. Romada isə bazar meydanı Forum adlandırılırdı. Orta Yunanistanda, Attika vilayətində Afina şəhər dövləti yerləşirdi. Cənubi Yunanistanda Kornif və Sparta kimi şəhər dövlətləri mövcud olmuşdu. Həmçinin Egey dəniz sahillərində isə Milet və Rodos kimi şəhər dövlətləri mövcud olmuşdu. Bu şəhər dövlətlərindən biri də Afina şəhər dövləti idi. Eradan əvvəl 8-ci əsrdə meydana gəlmişdi. Afinanın azad əhalisi əsasən iki hissəyə bölünürdü. Kimlərdən ibarət idi Afinanın azad əhalisi? Afinanın azad əhalisi əsasən
aristokratlardan və demosdan ibarət idi. Aristokratlar kimlərdir? Aristokratlar adlı sanlı adamlardır. Bunlar da həm də nəsli məlum olan zədəgan deməkdir. Aristokratlar Akropolda, yuxarı şəhərdə yaşayırdılar. Siyasi həyatda mühüm əhəmiyyətə malik idilər. Attikanın bütün əhalisini özlərinə tabi etmişdilər. Həmçinin aristokratlar iri torpaq mülkiyyətçiləri idi. Onların ixtiyarında çoxlu torpaq sahələri vardı. Bir də azad əhali vardı. Azad əhalinin digər hissəsi demos adlandırılırdı. Attikanın aristokratlardan başqa bütün azad əhalisi demos adlandırılırdı. Eradan əvvəl 7-ci əsrdə Afinada ilk dəfə metal pullar kəsilməyə başlamışdı. İlk metal pullar hansı pullardır? İlk metal pullar gümüş pullar hesab edilir. Bu da nə vaxtdan kəsilməyə başlayıb? Eradan əvvəl 7-ci əsrdən kəsilməyə başlamışdı. Afinada borcdaşı və köləlik. Afinada kəndlilər adlı sanlı adamlardan, aristokratlardan borc alırdılar. Əgər borcu vaxtında qaytara bilməsəydilər, bunlar kölə halına, yəni qul halına salınırdılar. Bu dövrdə adlı sanlı adamlardan borc alanda bunların həyatına, yaşadığı torpaq sahəsinə borcdaşı qoyulurdu. Borcdaşında borcun qaytarıldığı müddət qeyd edilirdi. Əgər kəndli borcu vaxtında qaytara bilməsəydi, yəni demos, özü və ailəsi müəyyən müddətə qul halına salınırdı. Günəmuzçular kimidir, adından da göründüyü kimi gündəlik gördükləri işə görə haqq alan şəxslər idi. Bunlar əsasən əkinçiləridir, maldarlarıdır, sənətkarlar idi, dənizçilər, bunlar günəmuzçular adlandırılırdı. Afinanın idarə etmə sistemi necə idi? Afinanı əvvəllər hökmdar idarə edirdi. Eradan əvvəl 7-ci əsrdə Afina aristokratların nəzarəti altında olan oliqarxiya çevrildi. Oliqarxiya nə deməkdir? Oliqarxiya azlığın hakimiyyəti deməkdir. Afinanın idarə edilməsində Ağsaqqallar Şurası mühüm rol oynayırdı. Ağsaqqallar Şurası kimlərdən ibarət idi? Biraz əvvəl də bunlar haqqında danışdıq. Adlı sanlı adamlardan ibarət idi, yəni aristokratlar idi. Eradan əvvəl 7-ci əsrdə Afinada demək olar ki, bütün məsələləri bunlar həll edirdi. Nə edirdi Ağsaqqallar Şurası? Qanunlar qəbul edir. Bu qanunlar əsasında məhkəmələr qurulurdu. Həmçinin bunların qəbul etdiyi qanunlardan biri də hansı qanunlarıdır? Bunların qəbul etdiyi qanunlardan biri də Drakon qanunları idi. Eradan əvvəl 7-ci əsrdə qəbul edilmişdi. Afinanın idarə edilməsində sonraki dövrdə xalq yığıncağı da mühüm rol oynamışdı. Xalq yığıncağı əsasən mühüm rol oynaması eradan əvvəl 6-cı əsrə aiddir. Xalq yığıncağının səlahiyyətləri az idi. Eradan əvvəl 6-cı əsrin sonlarında isə ali hakimiyyət orqanına çevrilmişdi. Nə daxildir bunların səlahiyyətlərinə? Qanunları müzakirə və qəbul etmək səlahiyyəti verildi. Həmçinin Afinanı idarə etmək üçün bunlar strateqlər seçməyə başladı. Strateqlər ordu rəhbərləri idi. Kimlər iştirak edə bilərdi burada? 20 yaşına çatmış bütün vətəndaşlar iştirak edə bilərdi. Bütün vətəndaşlar deyəndə adətən kimlər nəzərdə tutulur? Bütün vətəndaşlar deyəndə adətən burada kişilər nəzərdə tutulurdu. Drakon qanunları eradan əvvəl 7-ci əsrdə qəbul edilmişdi. Bu Ağsaqqallar Şurası tərəfindən qəbul edilmişdi. Onu tərtib edən şəxsin adı ilə bu qanunu Drakon qanunları adlandırırdılar. Drakon qanunları haqqında deyirdilər ki, bu qanunlar mürəkkəblə deyil, qanla yazılıb. Nə üçün belə adlandırırdılar? Çünki adi bir yüngül cəzaya görə təqsirkara ölüm cəzası verilirdi. Drakon qanunları əsasən aristokratların həyatını və əmlakını qoruyurdu. Eradan əvvəl 6-cı əsrdə Afinada aristokrat Solon tərəfindən islahatlar keçirildi. Solonun islahatlarının keçirilməsi eradan əvvəl 594-cü ilə aiddir. Solon özü də aristokrat idi. Bu dövrdə Solon islahatlarının keçirilməsinin səbəbi nə idi? Aristokratlarla demos arasında
ziddiyyətlər dərinləşdi. Aristokratlarla demos arasında ziddiyyətlər kəskinləşməsinə görə Solon islahatlar keçirmək məcburiyyətində qaldı. Bu dövrdə demosun əsas tələbi nə idi? Demosun əsas tələbi ondan ibarət idi ki, Afinanın idarə olunmasında iştirak etmək istəyirdi. Demos yəni sadə xalq kəndlərə torpaq payının verilməsini tələb edirdi. Həmçinin bunların tələb etdiyi tələblərdən biri də borclarının ləğv edilməsi idi. Aristokratlar demosun üsyana hazırlaşmasından qorxduğu üçün onlara güzəştə getmək məcburiyyətində qaldılar. Eradan əvvəl 594-cü ildə hökmdar seçilən Demos Solon islahatlar keçirdi. İslahatlara əsasən nə baş verdi? Kəndlilərin torpağa görə bütün borcları ləğv edildi. Borca görə qul edilən Afinalılar azad edildi. Həmçinin bu qanunun mühüm əhəmiyyətli cəhətlərindən biri də ondan ibarət idi ki, borca görə qul edilən Afinalılar azad olunurdu. Bu da mühüm əhəmiyyətli hadisələrdən biri idi. Həmçinin borc köləliyi ləğv edildi. Afinalıların gələcəkdə də borca görə qul edilməsi qadağan edildi. Taxıl və digər zəruri ərzaq məhsullarının ölkədən kənara çıxarılması qadağan edildi. Attikanın yerli sakini olan bütün kişilərə vətəndaş hüququ aldılar. Afinanın yerli sakini olan bütün kişilər vətəndaş hüququ aldılar. Əmlakından asılı olmayaraq bütün vətəndaşlar xalq yığıncağında iştirak edə bilərdilər. Solon islahatları nəticəsində Afinada vətəndaşların hüquq və vəzifələri onların əmlaklarına görə müəyyən edilməyə başladı. Lakin yoxsul vətəndaşlar siyasi vəzifələrə seçilə bilməzdilər. Yoxsul vətəndaşların siyasi vəzifələrə seçilə bilməməsi Solon islahatlarının məhdud cəhətlərindən biridir. Solonun islahatları ziddiyyətləri tam şəkildə həll etmədi. Lakin xalq yığıncağında iştirak əmlaka görə müəyyən edilmirdi. Xalq yığıncağında dediyi 20 yaşına çatmış bütün azad Afina vətəndaşları iştirak edə bilərdi. Yəni burada kişilər nəzərdə tutulur. Burada əmlakından asılı olmayaraq bütün vətəndaşlar iştirak edə bilərdi. Afinada Tiraniyanın devrilməsi. Tiraniya nə deməkdir? Tək başına hakimiyyətə malik olan şəxsə tiran deyilir. Afinada Solonun islahatlarından sonra daxili çəkişmələr baş verdi. Solonun islahatlarından sonra baş verən daxili çəkişmələr Afinada tiranlığın yaranmasına gətirib çıxartdı. Eradan əvvəl 6-cı əsrin sonlarında Afinalılar üsyan qaldıraraq tiranlığa son qoydular. Eradan əvvəl, biraz əvvəldə dedik, 6-cı əsrin sonlarında xalq yığıncağı Afinada ali hakimiyyət orqanına çevrildi. Xalq yığıncağına hansı səlahiyyətlər verilmişdi? Biraz əvvəl də dedik, xalq yığıncağına qanunları müzakirə etmək və qəbul etmək səlahiyyəti verildi. Bu dövrdə xalq yığıncağı ordu və donanmaya başçılıq etmək üçün strateqləri seçməyə başladı. Strateqlərin seçilməyə başlaması da eradan əvvəl 6-cı əsrə aiddir. Dedik, Yunanistanda eradan əvvəl 8-ci əsrdə 2 dənə güclü şəhər dövləti yaranmışdı. Bunlar hansılardır? Biri Afina idi, digəri isə Sparta şəhər dövləti idi. Sparta şəhər dövləti də eradan əvvəl 8-ci əsrdə yaranmışdı. Sparta şəhər dövlətinin əsası Dori tayfaları tərəfindən qoyulmuşdu. Bilirik ki, bunlar eradan əvvəl 2-ci minilliyin sonlarında, eradan əvvəl 12-ci əsrdə Cənubi Yunanistana hücum edərək burada Mikena mədəniyyətinin məhvinə səbəb olmuşdular. Bunlar Lakonika vilayətini işğal edib Sparta şəhərin əsasını qoydular. Messeniya vilayətini tutub əhalisini qula çevrildilər. Həmçinin biraz əvvəldə dedik, Mikena mədəniyyətini məhv etdilər. Eradan əvvəl 8-ci əsrdə Afina ilə eyni dövrdə Spartada quldar şəhər dövləti yarandı. Sparta şəhər dövləti Afinadan fərqli olaraq tam şəkildə oliqarxiya əsaslanırdı. Düzdür, Afinada da ilk vaxtlar oliqarxiya əsaslanırdı, lakin sonraki dövrdə Afinanın idarə olunmasında xalq yığıncağı mühüm rol oynamışdı. Ancaq Sparta oliqarxiya sistemi ilə idarə edilirdi. Ölkəni 2 hökmdar idarə edirdi. Ölkədə həmçinin Ağsaqqallar Şurası və xalq yığıncağı da fəaliyyət göstərirdi. Ölkənin idarə edilməsində dedik, hökmdar
mühüm rol oynayırdı. Müharibə vaxtı hökmdar orduya rəhbərlik edirdi. Ağsaqqallar Şurası qərarlar hazırlayır və səs vermək üçün bunu xalq yığıncağına təqdim edirdilər. Xalq yığıncağı qanunları səs vermək yolu ilə qəbul edirdi. Peloponnesin, Cənubi Yunanistanın azad əhalisi Spartalılara vergi verirdi. Bunlar nə edirdilər? Bunlar digər Yunan şəhər dövlətlərindən fərqli olaraq koloniyalar yaratmaq əvəzinə, koloniyalar salmaq əvəzinə ərazilər işğal edib əhalisini qula çevirirdilər. Əsasən işğalçı müharibələr aparırdılar. Cənubi işğalçı müharibələr nəticəsində bir sıra ərazilər, həmçinin Cənubi Yunanistanı da özlərinə tabe etmişdilər. Spartada qulları Hilot adlandırırdılar. Yunanistanda, Afinada isə qulları insan ayaqlı adlandırırdılar. Sparta hərbiləşdirilmiş dövlətidir, hərbi dövlətidir. Spartalı kişilərin hamısı döyüşçü hesab edilirdi. Sparta ordusunun düzülüş qaydası falanqa adlandırılırdı. Ordunun əsasını da ağır silahlı piyadalar təşkil edirdi. Spartada qanunla bir sıra işlər qadağan edilmişdi. Nələr qadağan edilmişdi? Hərbi işdən başqa işlə məşğul olmaq Spartalılara qadağan edilmişdi. Spartada həmçinin fəlsəfə, ədəbiyyat və incəsənət öyrənmək qadağan edilmişdi. Xarici başqa ölkələrə səfər etmək qadağan edilmişdi. Yunanlar həmçinin koloniyalarda salırdılar. İlk koloniyaların salınması eradan əvvəl 16-cı əsrə aiddir. Bu ancaq Yunanların adı ilə bağlı deyil, Finikiyalıların adı ilə bağlıdır. Ancaq Yunanlar da koloniyalar yaratmışdılar. Yunanların bir hissəsi öz vətənlərini tərk edərək digər uzaq ölkələrdə məskən salırdılar. Qədim Yunanların öz vətənlərini tərk etməsinin bir sıra səbəbləri vardı. Nələrdir bunların səbəbi? Bax, qeyd olunub burada. Ticarətin inkişafı idi. Ticarət inkişaf etdikcə Yunanlar bir şəhərdən digər şəhərə ticarət əlaqələri saxlamaq üçün gedirdilər. Həmçinin əhalinin sayının artması, əkinə yararlı torpaqların azlığı, Demos ilə zədəganlar arasında mübarizə Yunanistanın koloniyalar yaratmasına gətirib çıxarırdı. Koloniyalarda əsasən kimlər məskunlaşırdı? Torpaqsız kəndlər məskunlaşırdı. Bir də varlanmaq istəyən sənətkar və tacirlər əsasən burada məskunlaşırdılar. Yunanlar bir sıra şəhərləri Aralıq və Qaradəniz sahillərində çoxlu koloniyalar yaratmışdılar. Eradan əvvəl 8-6-cı əsrlərdə Qafqazdan İspaniyadakı olan ərazilərdə Yunan koloniyaları meydana gəldi. Yunan koloniyalarına nələr aiddir? Yunan koloniyalarının hər biri ayrıca şəhər dövlətidir. Qədim Yunanlar özləri vahid xalq hesab edir. Yunanlar özlərini ellinlər, vətənlərini isə Ellada adlandırırdılar. Bunların ümumi dili, adət-ənənələri isə eyni idi. Yunanların koloniyaların yaranması nəticəsində Yunanlar öz mədəniyyətlərini və siyasi ideyalarını digər ölkələrdə, xüsusilə Aralıq dənizinin sahilindəki ərazilərə yaydılar. Ticarət və sənətkarlıq inkişaf etdi. Bu isə yeni varlı şəxslər qrupunun yaranmasına səbəb oldu. Həmin varlılar siyasi hakimiyyətdə təmsil olunmaq üçün hakim aristokratlarla mübarizəyə başladılar. Bu dövrdə həmçinin Yunanların koloniyalar salması onların Əhmənilərlə də müharibəsinə gətirib çıxartdı. Yunan-İran müharibələrinə gətirib çıxartdı. Yunan-İran müharibələri ümumilikdə eradan əvvəl 500-cü ildən eradan əvvəl 449-cu ilə qədər olan dövrü əhatə edir. Eradan əvvəl 5-ci əsrin əvvəllərində Yunanistanın Avropada Yunanistan, Asiyada isə Əhməni dövlətinin qüdrəti xeyli artdı. Əhməni dövləti özünə tabe etdiyi Kiçik Asiyanın qərbindəki Yunan şəhərləri ona qarşı üsyan qaldırdı. Bu zaman Afina şəhər dövləti də üsyan qaldırmış şəhərlərə qarşı kömək etdi. Bu isə Əhməni hökmdarı 1-ci Daranın Yunanistana hücum etməsinə səbəb oldu. Bu da Yunanlarla İranlılar arasında müharibəyə gətirib çıxartdı. Nəticədə bunlar arasında bir sıra döyüşlər baş verdi. Bu döyüşlərdən biri eradan əvvəl 490-cı ildə baş verən Marafon döyüşüdür. Eradan əvvəl 490-cı ildə baş verən Marafon döyüşündə Yunan ordusuna Miltiad rəhbərlik edirdi.
Bu döyüşdə Əhmənilər məğlub edildi. Bu döyüşdən sonra Yunanlardan biri qələbəni Yunan xalqına çatdırmaq üçün düz 42 kilometr qaçdı. 42 kilometr qaçıb qələbə xəbərini verdikdən sonra ürəyi partlayıb vəfat etdi. Ondan sonra onun şərəfinə hər il Olimpiya oyunlarında marafon yürüyüşləri təşkil edilməyə başladı. Yunanlarla İranlılar arasında baş verən döyüşlərdən biri də Fermopil döyüşüdür. Eradan əvvəl 480-ci ildə baş vermişdi. Bu döyüşdə Yunanlara rəhbərlik edirdi, Leonid rəhbərlik edirdi. Əhmənilərə isə Kserkis rəhbərlik edirdi. Fermopil döyüşü marafon döyüşündən fərqli olaraq Yunanlar bu döyüşdə məğlub oldular. Və bunun nəticəsində Orta Yunanistan bir müddət Əhmənilər tərəfindən işğal edildi. Eradan əvvəl 480-ci ildə baş verən Salamin dəniz döyüşü isə Yunanların qalibiyyəti ilə nəticələndi. Bundan sonra Eradan əvvəl 479-cu ildə Platiya döyüşü də baş verib artıq yeni dərsliklərdən çıxardılıb. Bu döyüşdə Yunanların qalibiyyəti ilə nəticələnmişdir. Bu döyüşdən sonra Yunanlarla İranlılar arasında müharibə daha bir müddət davam etdi. Təqribən 30 ilə qədər müharibə davam etdi. Sonda Yunanlar qalib gəldilər. Bunun nəticəsində nə təşkil edildi? Afina dəniz ittifaqı yaradıldı. Yunanlar qələbə qazanaraq xeyli qənimət əldə etdilər. Yunanistan Eradan əvvəl bu qələbədən sonra Eradan əvvəl 5-ci əsrdə Aralıq dənizi hövzəsində ən güclü dövlət oldu. Yunanistanı Afinalılar dəniz ittifaqı yaratmışdılar. Afinalıları buna görə də dəniz sahibləri adlandırırdılar. Əhmənilərlə Yunanlar arasında Eradan əvvəl 449-cu ildə sülh müqaviləsi imzalandı. Sülh müqaviləsinin şərtləri nədən ibarət idi? Sülh müqaviləsinin şərtlərinə görə Əhməni dövləti Egey dəniz adalarında və Kiçik Asiyada olan Yunan şəhərlərinin müstəqilliyini tanıdı. Əhməni hərbi donanmasına Egey dənizində üzmək qadağan edildi. Yunanistanda biraz əvvəl də dedi, quldarlıq da inkişaf etmişdi. Yunanlar qulları insan ayaqlı adlandırırdılar. Əvvəlki dövrdə borc və onun faizini verə bilməyən insanlar qula çevrilirdilər. Sonraki dövrdə isə müharibə zamanı əsir düşmüş insanları da qula çevrilirdilər. Spartada isə dedi, qulları hilotlar adlandırırdılar. Yunan-İran müharibələri yoxsul vətəndaşlarının əsasən iştirak etdi. Bu da onların ictimai həyatda mövqeyinin yüksəlməsinə gətirib çıxartdı. Afina quldarlıq demokratiyası özünün ən yüksəliş dövrünə Periklin dövründə çatdı. Perikl Eradan əvvəl 443-cü ildən Eradan əvvəl 443-dən Eradan əvvəl 428-ə qədər düz 15 il müddətində Afinada strateq vəzifəsində çalışıb. Afina quldarlıq demokratiyası ən yüksək dövrü dedik, Periklin dövrüdür. Periklin dövrü Afinada çiçəklənmə dövrü hesab edilir. Bu dövrdə Afinada hakimiyyət mübarizəsi nəticəsində yoxsul vətəndaşların hüquqları xeyli artdı. İlk dəfə Yunanistanda yoxsul vətəndaşlara hüquqlar verilməyə başlamışdı. Eradan əvvəl 594-cü ildə Solonun islahatları nəticəsində. Periklin strateqliyi dövründə bütün Afinalıların idarə etmədə iştirakı genişləndi. Yoxsul Afinalılar bütün dövlət vəzifələrini tuta bilərdilər. Vəzifəyə görə yoxsullara əmək haqqı verilirdi. Yoxsul vətəndaşlara taxıl və pul yardımı edilirdi. Vətən uğrunda həlak olanların ailələrinə, uşaqlara, qocalara və əlillərə köməklik göstərilirdi. Bunun nəticəsində Yunanistanda Periklin islahatları nəticəsində yoxsul vətəndaşların hüquqları xeyli genişləndirildi. Periklin dövründə xalq yığıncağında kimlər iştirak edə bilərdi? 20 yaşına çatmış vətəndaşlar iştirak edə bilərdi. Biraz əvvəl də dedi, kimlərə vətəndaşlıq hüquq verilirdi? Yalnız kişilərə, 20 yaşına çatmış, azad, Attika, Afina sakinlərinə vətəndaşlıq hüququ verilirdi. Qanunlar qəbul edilir, müharibə və sülh məsələləri xalq yığıncağında həll edilirdi. Həmçinin xalq yığıncağında dövlət məmurları da seçilirdi. Xarici siyasətlə bağlı qərarlar da burada qəbul edilirdi. Afinada dövlətin bu cür idarə edilməsi, Afinada dövlətin bu cür idarə olunması demokratiya adlandırılırdı.
Yunanistan üzərində Yunanistanın Əhəmənilər üzərində qələbəsindən sonra Afina ilə Sparta və bir sıra Yunan şəhər dövlətləri arasında ziddiyyətlər yarandı. Bu ziddiyyətlər içərisində Afina və Sparta arasında ziddiyyətlər daha vacib xarakter daşıyırdı. Bunlar bir-biri ilə ağalıq uğrunda, yeni torpaq sahələri ələ keçirmək uğrunda mübarizə aparırdılar. Bu da bunların ağalıq uğrunda mübarizəsi bunlar arasında Yunan şəhər dövlətləri arasında vətəndaş müharibəsinə gətirib çıxartdı. Eradan əvvəl 431-404-cü illərdə Yunanistanda Afina və Sparta şəhər dövlətləri arasında müharibə baş verdi. Müharibənin nəticəsi nə oldu? Sparta Afina və onun müttəfiqlərini məğlub etdi. Yunanistanda təsərrüfat həyatına böyük zərbə vurdu. Bu da Yunan şəhər dövlətlərinin zəifləməsinə gətirib çıxartdı. Yunan şəhər dövlətlərinin zəifləməsi sonrakı dövrdə onun Makedoniya çarlığı tərəfindən işğalına gətirib çıxartdı. Qədim Yunanistanda mədəniyyət də inkişaf etmişdi. Ümumiyyətlə, dünyanın ən qədim mədəniyyətə və tarixə malik olan ölkələrindən biri də qədim Yunanistanıdır. Yunanistanda çox tanrılı dinə inanırdılar əhali. Yunanistanda baş tanrı Zeus hesab edilirdi. Yunanların təsəvvürlərinə görə Yunan tanrıları Olimp dağının ətrafında yaşayırdılar və Yunanistanda tanrıların şərəfinə qurbanlar kəsirdilər. Həmçinin Yunanistanda tanrılardan biri də ilahə Afina idi. Yunanistanda ən mühüm tanrılardan biri də hesab edilirdi Dionis. Dionis şərabçılıq tanrısı hesab edilirdi və Yunanistanda teatr tamaşaları hələ Dionisin şərəfinə təşkil edilirdi. Teatr eradan əvvəl 5-ci əsrin sonunda bütün Yunan şəhərlərində teatrlar təşkil edilməyə başlamışdı. Yunanistanda teatrın görkəmli nümayəndələrindən biri də Esxil olmuşdu. Esxil ilk Yunan piyesin müəllifidir. Piyesin müəllifi Esxil hesab edilir. Yunanistanda təhsil də vardı. Ən yaxşı məktəblər Afinadaydı. Yunanistanda uşaqlar 7 yaşından məktəbə gedirdilər. Məktəblər pulluydu. Adətən adlı sanlı və imkanlı şəxslər təhsil ala bilərdilər. Məktəbdə Homerin əsərləri öyrədilirdi. İlliyada və Odisseya dastanları məktəblərdə tədris edilirdi. Yunanların özlərinə məxsus əlifbası da vardı. Sonrakı dövrdə Yunan əlifbası əsasında Latın və Kiril əlifbası da meydana gəlmişdi. Biz də hal-hazırda Latın əlifbasından istifadə edirik. Yunanistanda elm də inkişaf etmişdi. Yunan elminin ilk mərkəzi Milet şəhəri olmuşdu. Eradan əvvəl 5-ci əsrdə isə Afina demokratiyası bərqərar olduqdan sonra Yunan elminin mərkəzinə Afina şəhəri çevrilmişdi. Afina şəhərində bir sıra görkəmli şəxslər də yaşardı. Elm adamları kimlərdir bunlar? Platonidir, Demokritidir, Aristotelidir, Afina şəhərində yaşayan görkəmli şəxslər hesab edilirdi. Qədim Yunan mütəfəkkirləri, Yunan elminin görkəmli nümayəndələrindən biri də Demokrit hesab edilir. Demokrit yer kürəsinin xırda zərrəciklərdən, atomlardan ibarət olduğunu deyirdi. Herodot tarixçidir, ilk tarixçi hesab edilir. Yunan-İran müharibələrinin tarixini yazmışdı. Həmçinin Azərbaycan tarixi haqqında, qədim şərq tarixi haqqında da məlumatlar vermişdi. Hipokrat tibb elminin yaradıcılarından biri hesab edilir. Aristotel də ilk dəfə elmləri ayrı-ayrı sahələrə bölmüşdü. Yunanistanda olimpiya oyunları da keçirilirdi. İlk olimpiya oyunları eradan əvvəl 776-cı ildə keçirilməyə başlayıb. Olimpiya oyunları 4 ildən bir keçirilirdi. Olimpiya oyunlarında əsasən imkanlı şəxslər iştirak edirdi. Həmçinin bu yarışlarda kişilər iştirak edirdi. Qadınların olimpiya oyunlarına gəlməsi qadağan idi. Qalib gəlmiş şəxs zeytun budağından yorulmuş çələnglə mükafatlandırılırdı. Olimpiya vaxtı Yunanistanda bütün müharibələr dayandırılırdı. Həmçinin
Həmçinin Olimpiya oyunlarında qalib gələn şəxsə vətənlərində heykəl də ucaldılırdı. Yunanistanda memarlıq da inkişaf etmişdi. Yunanistan memarlığının şah əsəri Afinada yerləşən Parfenon məbədi hesab edilir. Həmçinin Yunan memarlığının görkəmli şəxslərindən biri də heykəltəraş Fidi olmuşdu. Fidi Afina heykəlinin müəllifidir. Qədim Yunanistanla bağlı dərsimiz bu qədər.